Qardaş, həqiqəti deyirəm də, yalan danışmıram ki. Belə də ki, hansısa klubun ola bilər mənim dediklərimdən xoşu gəlmir, o başqa məsələ. Ancaq qardaş, futbolla bağlı reallıq nədir? Bax, odur. Vəssalam. Orxan Beyliş başlayır. Qadan alıram sən, bunu burayaqdan denən də. Hər vaxtınız xeyir olsun. İnan Allaha, mən bir həftəni necə səbirsizliklə gözləmişəm. Məncə birinci veriliş daha maraqlı olmuşdu, hə? İki daha maraqlı olacaq. Vaxt itirməyin. Diqqətiniz bizdə olsun. Aytaç, xoş gördük. Xoş gördük. Nə var, nə yox? Yaxşılıq. Necə hiss edirsən özü? Bu aradan bir həftə vaxt keçib də. Çox yaxşı. Çox maraqlı oyunlar izlədik bu bir həftə ərzində və deməli danışmağa maraqlı mövzularımız var. Məncə də. Vaxt itirməyək bəlkə. Başlayaq. Hardan? Qarabağ Araz Naxçıvan oyunu. Ya Allah, getdik. 5-1 nəticə ədalətli idi. Məncə Qarabağ Ayaks məğlubiyyətindən sonra nə yemisən turşulu aş. Araz Naxçıvandan belə əməlli, bax sözün əsl mənasında bütün elə bil acığın Araz Naxçıvandan çıxdı. Araz Naxçıvan haqqında xüsusi danışacağam. Ancaq əvvəlcə Qarabağın oyununa biraz toxunum. Müəyyən dəyişikliklər yenə var idi. Həmişəki kimi. Meydanda daha kimləri görmədik ki. Ancaq Qarabağ elə bil yığılıb qalmışdı. Həqiqətən yenə deyirəm, günah Qarabağın özündədir. Elə bir vəziyyətə gətirib çıxarıb ki, Qarabağ artıq kimlə oynadı biz uçsun istəyirik. Ancaq bu da hər dəfə alınmır da qardaş. İndi gəlin reallığı da nəzərə alaq da. Hərdən belə havalarda çox uçuruq Aytaç. Ayaksla oynuyorduk da. Bilirsən, mən hələ də yaddan çıxara bilmirəm bu oyunu. Bu oyun bizim üçün o qədər vacib idi ki, bu haqda çox danışmışıq, ancaq yenə də. Qarabağ zaten burada, bax, ölkə çempionatında bugün Araz Naxçıvana uduza da bilərdi. Ancaq Araz Naxçıvan, necə deyim sənə, Qarabağ onsuz da mövsümün sonuna yenə də 7-8 tur, nə bilim, minimum 5 tur qalmış, tək ayaqla gəlib çempion olacaq. Qarabağ belə oyunlarda elə çətinlik çəkmir. Zaten Qarabağın bugün ehtiyat oyuncular skamyası belə, onların göstərdiyi oyun Araz Naxçıvandan məncə birbaşda olsa üstündür. İndi kimsə razılaşmaya bilər, yenə deyirəm, amma normaldır. Bu mənim şəxsi fikirlərimdir. Əməlli başlı hayfın çıxdı Araz Naxçıvandan. Hesab bunu deməyə əsas verir də, elə deyir. Ona görə də mən biraz Araz Naxçıvan haqqında danışmaq istəyirəm. Qarabağın qələbəsi gözlənilməz deyildi. Mən şəxsən gözləyirdim. Araz Naxçıvanda sular biraz bulanlıqdır. Elmar Baxşıyevlə bağlı mətbuatda son vaxtlar müəyyən xəbərlər dolaşır. Bulanıqdır yoxsa bulandırırlar? Bulandırmağa çalışırlar. O da konkret bilinmir kimlərdir ya. Eyni vəziyyət başqa klublarda da var. Mən birazdan Turan Tovuz haqqında da danışacağam misal üçün. Eyni vəziyyətdir demək olar ki, necə deyim, var-gəl eləyir klubların içində, daxilində. Əslində biz klubun daxilində olanlardan o qədər də məlumatlı deyilik. Mətbuata çıxanlardan xəbər tuturuq. Elə də elə deyil. Burada bir şey var. Yəni bir əmma var. Böyük bir sual işarəsi var. Doğrudanmı Araz Naxçıvanın rəhbərliyi Elmar Baxşıyevə güvənmir? Çünki xəbərlər əsasən Elmar müəllim ətrafında çıxır ki, Elmar müəllim gedir, onun yerinə nə bilim 3 namizəd yoxlayırlar, nə bilim özü də əcnəbilər gəlməlidir. Gəl belə danışaq. Əziz klub rəhbərliyi, söhbət Araz Naxçıvandan gedir. Əziz klub rəhbərliyi, Elmar Baxşıyevin yerinə gələcək şəxs Araz Naxçıvanı çempion eləyəcəkmi? Eləyəcəksə, mən ruslar demişkən hazıram bu dəqiqə. Elmar Baxşıyev getsin, yerinə başqa adam gəlsin. Yox, əgər eləməyəcəksə, yuxarı aşağı Elmar Baxşıyevin göstərdiyi nəticəni təkrarlayacaqsa, onda qardaş özü qalıb işləyir də. Yaxşı, biz yerli məşqçilərə nə vaxt verəcəyik? Nə vaxtda kimi ancaq, yəni bizim məşqçilər, əksər məşqçilərimiz bu dəqiqə çempionatın oyunlarına televizordan baxırlar da evlərində. Sayım indi bir hamısını. Tərlan Əhmədovundan tutmuş, nə bilim, gəldi çıxdı Samir Abbasovuna qədər. Yəni ölkədə bugün, yəni 3-4 perspektivli, potensiallı məşqçi varsa, onun da biri Elmar Baxşıyevdir. Biz bu dəqiqə ən güclü məşqçi kimi kimə baxırıq? Qurban Qurbanov, elə deyil? Qurban Qurbanov özü öz dili ilə deyib. Atlar saralayanda orada Elmar Baxşıyevin adını deyib. Doğrudan da bu məşqçilər var. Kimsə Ayxan Abbasovdur, Elmar Baxşıyevdir, Rəşad Sadıqovdur. Bunlar futbolla, yata futbolla duran adamlardır. Futbolla nəfəs alırlar. Bax, belə məşqçilər işləməlidirlər. Bu günləri ola bilər hansısa oyunu uduzarlar. Bu gün çempionatda mükafat qazanmaya bilərlər. Ancaq, yəni bunun sabahını da fikirləşmək lazımdır. Bunlar da hardasa təcrübə toplamalıdırlar. Mən bir elementar bir şey deyim. Amma bir nüans var ki, Elmar Baxşıyev artıq təcrübə dönəmini keçib, adam illərdir Premyer Liqadadır və konkret nəticələri var. Yəni 4-5 ay öncə adamın verdiyi nəticələrin üzərindən bu qədər tez xətt çəkib unutmaq nə qədər ədalətlidir? Mən keçən ilk verilişimizdə də bu haqda danışanda mən xüsusi
xüsusilə vurğuladım. Orada elə futbolçular var ki, mən deyirəm hərdən də kimlərinsə xəttinə dəymək istəmirəm. Gəlin belə baxaq da, yəni bu gün hansısa klublara lazım olmayan futbolçular da əksərləri. Ya da misal üçün ötən mövsümün əvvəlində, daha doğrusu bu mövsüm yayda gələn legionerlər var idi. Misal üçün böyük ümid bəslənilirdi. Elə bir atımlıq barıtları var idi. O Atdılar, legionerlər oturdular. özlərini doğrultmadı. Əksəriyyəti doğrultmadı. İndi deyirlər ki, o Simakalaya Ukraynanın 3 klubundan təklif var. Ola bilər kimisə təklif var, kimisə aparmaq istəyirlər falan filan. Ancaq bu günləri gəl nəzərə alaq ki, hətta Qarabağ buna bir nümunədir. Kiçik büdcə, yəni az pul xərcləməklə də yaxşı heyət formalaşdırmaq olar. Misal üçün Qarabağ deyirəm də, yenə Qarabağ nümunəsi var burada. Portuqaliyanın 2-ci liqası Allah xeyir versin. Gedirsən oradan minimum 250 min, maksimum 500 minə, oradan 4-5 yaxşı futbolçu almaq olar. İndi eləmək lazımdır ki, biz artıq yaya qədər ki, Avrokuboklara birdən inşallah ki, vəsqə qazanar. Məsələn, Araz Naxçıvan deyək də, başqa klubları demirəm. Vəsqə qazanar, bax ondan sonra artıq komanda həm bunların adaptasiya dövrü var, yeni gələn futbolçuların müəyyən bir vaxt lazımdır futbolçulara. Bir də ki, qardaşlar, Araz Naxçıvan rəhbərliyi, əzizlər, doğmalar, Araz Naxçıvanındır, yoxsa Bakının? Bir Naxçıvanlılar da sizi görmək istəyirlər axı. Doğma azarkeşlər deyilən bir şey var da, Bakıda oynayanda Mərdəkanda özdə. Mərdəkanda oynayanda nə qədər Naxçıvanlı gedib ona baxa bilir, Araz Naxçıvanın oyununa. Ancaq bu Naxçıvanda oynasa komanda, İnan məni, bəlkə Naxçıvanlılar da futbolu sevəndilər. Yəni kifayət qədər mənim Naxçıvanlı tanışlarım var, dostlarım var. Yəni onlar da istəyirlər ki, Naxçıvanda baxsınlar Araz Naxçıvan. Bir dəfə komandanı yığdılar, apardılar Naxçıvana, getdilər, gəzdilər, elədilər. Bununla iş bitmir. Əgər bizim gələcək üçün böyük planlarımız, hədəflərimiz varsa, biz hər tərəfli inkişaf eləməliyik. Biz oradakı stadionu da əl gəzdirməliyik. Araz Naxçıvan gedib Naxçıvanda oynamalıdır. Biz Rusiyada yaşamırıq ki, deyim ki, Moskvadan bir komanda, misal üçün Spartak, Vladikavkazın hansısa klubu ilə oynamaq istəyirsə, günlərlə yol getməlidir təyyarə ilə. Buradan bura təyyarə ilə yarım saatlıq yoldur Naxçıvana. Yəni heç mi gedib bu haqqda fikirləşməmisiniz? Yəni gedək Naxçıvanda oynayaq, doğma azarkeşlərimizin dəstəyi altında. Bəlkə sən daha çox hal toplaya bilərsən orada. Orxan, Araz Naxçıvanın hazırki durumu ilə bağlı mən də bir neçə məqam vurğulamaq istəyirəm. Əvvəla hər kəs günahı, yəni çoxluq günahı hazırda Araz Naxçıvanın baş məşqçisi Elmar Baxşıyevdə görür. Ancaq mən qətiyyən bununla razılaşmıram. Çünki heyətdə olan problemlər hamımızın göz qabağındadır. Necə ki biz nəticələri görürük, düşüşü görürük, ancaq heyətdəki problemləri də qeyd etməliyik. Əvvəla mövsüm ərzində komandada çox ciddi itkilər var idi. Əsas aparıcı oyuncular sırasında zədəlilər var idi. Məsələn, son oyunda Santosun yoxluğu və yaxud da Rahil və digər futbolçuların mövsüm ərzində aldıqları zədələrdən dolayı komandaya lazımi şəkildə kömək etməmələri gözdən qaçmırdı. Digər bir nüansı isə biz bunu keçən dəfə də vurğuladıq ki, futbolçuların əksəriyyətinin yaşının 30 civarında olması, qeyd etdik ki, bu komanda üçün müsbət amildir. Çünki təcrübəli futbolçuların çoxluğu nəticələrə də təsir göstərir. Ancaq nəzərə almaq lazımdır ki, futbolda təcrübə ilə yanaşı fiziki güc də həlledici faktordur. Görünən odur ki, Araz Naxçıvan bu istiqamətdə uduzur. İstənilən halda hazırki durumda Elmar Baxşıyevin istefaya göndərilməsi mənə məntiqli görünmür. Çünki bizim gözümüzün önündə Neftçi nümunəsi var. İndi bilmirik bundan sonra Vermidublu Neftçi nə edəcək. Ancaq fakt odur ki, komanda son mövsümlərdə uğursuz çıxış edir və təbii ki, burada məşqçilərin get-gəlinin də böyük önəmi var. Ümid edirik ki, tezliklə komandada hər şey yoluna düşəcək. Elmar Baxşıyevi göndərməsələr yaxşı olardı. Yəni ona görə də indidən hərəmiz əlimizə bir balta alıb Elmar Baxşıyevin baltalamaq lazım deyil, dəstək olmaq lazımdır. Elmar Baxşıyev işləməlidir. Özü Araz Naxçıvan onun üçün məncə münasib yerdir. Yəni adam yenə deyirəm, nəticə başqa necə olur ki? Adam gənc, potensiallı, perspektivli məşqçidir. Gənc? Yəni ya belə danışaq da, indi Ağasəlim Mircavadov deyil də hər halda. İndi öz aramızda yaş. Yəni ona görə deyirəm ki, bu günləri əsl işləməli məşqçilər həmişə əksəriyyəti nə vaxt başlayırlar məşqçiliyə? 40-dan sonra və yaxud da 50-dən sonra, futbolçu karyeralarını bitirəndən sonra. Elmar Baxşıyev də vaxtında pis futbol oynamayıb. Yəni onun hətta Xəzər Universitetindən belə oyunlarını izləmişəm. Yəni onu izləyən biri kimi danışıram indi. Yəni Qəbələdə işlədiyi dövrlər də var idi. Düzdür, orada sonradan baş məşqçi olmuşdu. Ancaq yığdığı təcrübəni yavaş-yavaş, həm də uşaq necə deyirlər, yıxıla-yıxıla böyüyər.
Elmar Baxşıyev də bu günləri bir katastrofik yerdə deyil. Araz Naxçıvan turnir cədvəlinə baxanda, yəni Premyer Liqanı tərk etmək təhlükəsindən 6-cı üzləşməyib. yerdə 23 xalla qərar. Hə, yəni indidən kim deyə bilər ki, Elmar Baxşıyevin Araz Naxçıvanı mövsümün sonu Premyer Liqanı tərk eləyəcək və yaxud da Avrokuboklara gedən yerlərdən birini tuta bilməyəcək. Kim indidən deyə bilər onu? Yəni bu günləri 4-5 oyun qeyri-stabil çıxış eləyirsə komanda, kimsə buna indidən mız qoymağı biraz Baş normal deyil. məşqçinin orada günahı nə qədərdir? Bu da digər bir sualdır. Əlbəttə burada təkcə problem yəni baş məşqçidə deyil. Niyə ancaq hərriyi fırlayıb gəlib Elmar Baxşıyevin üstünə dayanırlar? Bax mənə çatmayan odur. Qarabağın Araz Naxçıvanla oyunu ilə bağlı bir nüansı da qeyd etmək istəyirəm. Sən vurğuladın ki, Çempionlar Liqasındakı bütün hirsini gəldi Araz Naxçıvandan çıxdı. Öz Araz Naxçıvanı belə bir dönəmdə. Bəli, bu dövrdə xüsusən orada bəzi futbolçuların özlərini fərdi olaraq göstərməsi diqqətimi çəkdi. Nərman Əlbəttə. Axundzadənin ilk 15 dəqiqədə Araz Naxçıvanın qapısı önündə çıxardığı belə desək hoqqanı yəqin ki, sən də Elə gördün Toralın necə özü də. bir revanş, necə bir həvəslə oynayırdı. Sevindim Çox Nərmana xoşuma gəldi. Mən də. Lazım idi. İndiki məqamda bu qol Nərmana çox lazım idi. Çox vacib qol idi. Bəlkə də vaxtında vurulan qol idi. Bilirsən, arada deyirik, indi hisslənirik, əsəbləşirik, danışırıq. Nərman da özümüzünkidir. Biz Nərmana dəstək olmalıyıq. Yenə deyirəm, indi ola bilər ki, hələ ki alınmır, bunun gələcəyi var. Deməli Qurban Qurbanov bu adamı yəni meydana buraxırsa, deməli adamın bildiyi bir şeylər var. Ona görə də Nərmana dəstək olmaq lazımdır. Mən açığı çox qorxdum. Yəni özdə xüsusilə Ajax-la oyundan sonra çox getdi. Həqiqətən elə ki, mən qarışıq çox getdi Nərmanın üstünə. Ancaq yəni mən Ajax-da Nərmanın günahı var idi deməmişdim açığı. Mən orada birbaşa səhv məqamları əvəz etmələrlə əlaqələndirmişdim. Bu haqda da kifayət qədər geniş danışmışdım. İndi tutan tutub tutmayan da özü bilər. Yəni Nərman məncə lazım olan məqamda çıxdı, qolun vurdu. İndi kimsə deyir ki, nə bilim orada Musa xəstəlik eləmədi, verdi ki, Nərman fərqlənsin, nədir? Bu komanda oyunudur gözlədi zaten. Musa. Bəli, gözlədi. Əməlli başlı epizodu ləngitdi, sonra ötürdü Nərmana. Davamı gəlsin Nərman, işləmək lazımdır, artırmaq lazımdır. Yenə deyirəm, sənin elə vaxtındır ki, oynayan vaxtındır. Musa ötürsə belə həmin topu ümumilikdə ilk 15 dəqiqəni xüsusən vurğulayardım ki, Nərman necə canfəşanlıq eləyirdi. Yəni o qoldan da savayı istəyirdi nəsə eləsin meydanda, özünü göstərsin. Bu da müsbət məqamdır. Çünki o əslində belə deyim, depressiyaya düşmək əvəzinə burdan yəqin ki, tənqidlərdən nəticə çıxarıb və üstəlik də hər hansı bir belə deyim də qələbəsini qeyd edərkən qol sevincini belə deyək, qələbə deyəndə, yəni qol sevincini qeyd edərkən, yəni heç bir mesaj falan vermədi. Çox rahat, çox belə professional bir şəkildə. O da insanları qıcıqlandırardı əsas. Bəli, keçdi üzərindən, amma eləyə də bilərdi. Yəni biz görmüşük əvvəllər elə Qarabağın futbolçuları arasında da görmüşük. Mən də ad çəkməyim məncə. Bəli, mən də ad çəkmək istəmirəm. Yəni şahid olmuşuq. Sevindirici haldır ki, Nərman buna getmədi. Digər turun maraqlı bir oyunu Neftçi Sumqayıt. Vernudubu bəli, görməyimiz baxımından bu oyun çox gözlənilən idi. Bir həftədir səbirsizliklə gözləyirdik. Görmək istədiyim məşqini gördün? Yox, indidən nəsə demək çox çətin məsələdir. Oyunda, yəni təbii o özü də qeyd etdi ki, mən sehirbaz deyiləm, 5 günə nəyi dəyişə bilərdim. Valla da gələn kimi ağzından alov çıxardıb Neftçiyə qələbə qazandırmayacaq idi ki, misal üçün. Amma çıxışına baxdıq mətbuat konfransında, hədəflərini, məqsədlərini, ümumilikdə dəyişikliklər var idi. Məsələn, Abubakarı çoxdandır biz bu qədər hücum eləyən Neftçi görməmişdik. Bəli, bəli. Abubakar məsələn start heyətdə yox idi və yaxud da heyətdə bir-iki toxunuşları var idi ki, onun söhbət bunlardan gedir ki, ilkin təəssüratın necədir? Yaxşıdır. Yaxşıdır. Yaxşı demək olar. Mənə gəlir. Mən bax keçən dəfə də dedim, Qriqorçuk da gələndə mən çox həvəslənmişdim açığı. Fikirləşirdim ki, Qriqorçuk gəlib, yəni komandanı vəziyyətdən çıxaracaq. Yenə deyirəm, burada mənə elə gəlir ki, problem təkcə məşqdə deyil. Yəni əlcə kimi hər dəfə dəyişirlər. Georgi Adamiya gəlmişdi Bakıya. Qarabağ Ajax oyununa burada baxmaq üçün. Müsahibəsi var idi bu gün. Oxudum. Maraqlı müsahibə idi. Neftçi ilə bağlı da sual vermişdilər ona. Adam dedi ki, yəni ağırdı mənə Neftçi haqqında nəsə danışmaq. Yəni hazırki turnirin cədvəlindəki vəziyyəti falan filan, yəni doğrudan çox çətin durumdadır. Yəni bu onu göstərir ki, məşqçini, yəni mənim öz fikirlərimə qayıdıram. Yəni deyir ki, yəni məşqçiləri dəyişməklə nəticə əldə eləmək, bilmirəm də indi inşallah ki, Vernidub uğurlu olar. Yəni yəqin ki, qışda heyətinə əllə gəzdirəcək. Xoşuna gəlməyən orada kimlərsə var, yəqin ki, daha güclü futbolçular lazımdır. Çünki Vernidubun verdiyi tapşırıqları, məsələn, İmad Fərəc, mən o komandaya gələndə
Açığı gördüm, haqqında çox danışırdılar ki, sən görərsən, İmad Fərəc bu il çempionatda hoqqa verəcək. Epizodlar var idi, elə 2 dənə epizod var idi İmad Fərəcin. Yaxın məsafədən qapıya düşə bilmirdi adam. Düzdür, gol da vurdu, nə bilim, ancaq elə bir ki, bilsən, ola bilər ki, Verindub daha çox şey istəyir. Həm birinci oyunudur. İndi hələ komandanı o qədər də yaxşı tanımır. Futbolçuların potensiallarına o qədər bələd deyil. Abbakarla bağlı suala cavab verdi. Ehtiyatda qalmağı ilə bağlı dedi. Yəni mən onu Portudan, Beşiktaşdan izləmişəm. Ancaq hal-hazırda o Abbakar deyil də. Heç milli komandaya da dəvət almayıb Abbakar yeri gəlmişkən. Elə yəqin ki, onların baş məşqçiləri də o federasiya prezidenti Eto ilə bir yerdə məsləhətləşiblər, belə qənaətə gəliblər ki, bu günləri Abbakar o əvvəlki Abbakar deyil. Razıyam. Ancaq yəni bu günləri ehtiyatdan meydana buraxıbsa Abbakarı, ola bilər ki, gələn oyun start heyətində buraxsın. Yenə deyirəm, hələ ki futbolçuların potensialına tam bələd deyil. Bilmir ki, İmad Fərəc nə istəyir meydanda və yaxud da Emin Mahmudov. Başa düşsən, yəni tam fərqli bir dənə heyət görə bilərik. Mən çox istəyirəm ki, növbəti oyunların birində Rıza Cəfərova da şans versin, qapıda Rıza dayansın. Biz yenə deyirəm, biz Rızanı itirə bilmərik. Rıza bizim millimizə lazımdır. Əlbəttə bu ümumilikdə Azərbaycan futboluna lazımdır. Bundan əvvəlki Samir Abbasov necə deyirlər, bilmirəm indi aralarında nə var idi, nə yox idi. Kənan Piriçi gətirdi hər oyun ancaq ona. Rıza hələ çempionat artıq yarılanıb, Rıza hələ bir oyunda qapıda dayanmayıb. Sonra yer gəlmişkən Verindub Murad Məmmədov da buraxmışdı meydana. Yəni bu gənc potensiallı və ola bilər Samir də oynadırdı. Muradı oynadırdı, o da çox az. Sənan Qurbanov axırıncı oyunda, Verinduba qədər olan axırıncı oyunda start heyətində Murada şans vermişdi. Sonra Kubok oyununda ola bilsin ki, Murad 90 dəqiqə də oynamayıb səhv eləmirəmsə. Yəni demək istədiyim nədir? Həm bizə Azərbaycan futboluna da nəsə qazandırmaq lazımdır bu gənc futbolçularla. Eyni zamanda Neftçi də düşdüyü vəziyyətdən çıxmalıdır artıq. Çıxmalıdır, yəni mən şəxsən qəbul eləyə bilmirəm. Neftçiyə yaraşdırmıram olduğu mövqeyini turnir cədvəlində. Biz daha yaxşı Neftçi görməliyik ki, Azərbaycan futbolu qalxsın ayağa. Yəni başqa variantımız yoxdur. Qarabağ səviyyəsində bir komandanı çoxdan fikirləşib bir şey əmələ gətirməliydik, ortalığa bir şey çıxarmalıydıq. Neftçi hələ də sayır yerində. Verinduba bunları izah eləmək lazımdır ki, misal üçün orada bilmirəm gördün yoxsa yox, Slava Ukrayna, Kənan Məstəliyev idi səhv eləmirəmsə, mətbuat konfransında sual verməmişdən əvvəl birinci salamladı. Yəni bunu bildirdi ki, biz qardaş ölkələrik Ukrayna ilə. Xoş gəlmisiniz, gəlin işləyin. Ancaq cənab Verindub Neftçi özü də Neftçi haqqında danışdı ki, Neftçinin yəni Ukraynada məsələn Şaxtyordur, Dinamo Kiyevdir. Burada da Neftçi olub da, yəni Neftçinin tarixindən zadından məlumatı var. Elə eləmək lazımdır ki, Neftçidə oynayanlar, işləyənlər, hər kəs harada oynadıqlarının, harada işlədiklərinin fərqində olsunlar. Bu böyük klubdur. Bura gəlmisənsə, bu klub üçün, bu klubun azarkeşləri üçün özünü öldürməlisən. Hər şey eləməlisən ki, onları lap 100% razı sala bilməsən belə, heç olmasa, necə deyim, onların üzündə balaca, yüngülvari bir belə gülərüz mimika yarada biləsən. Yəni bu azarkeşlər bunu haqq eləyirlər. Çox böyük klubdur. Vallahi istəmirəm ki, necə deyim, futbolçularla xüsusi söhbət eləmək lazımdır. Bunlara dəfələrlə izah eləmək lazımdır. Bilsən neçədə elə şeylər var ki, yenə deyirəm, biz həm də Azərbaycan futbolunun ayağa qalxmasına kömək eləməliyik. Təkcə Qarabağla bir günlə bahar olmur. Neftçi lazımdır bizə. Daha güclü, daha necə deyim, enerjili, daha çox vuruşan, qaçan, oynayan, hoppanan, düşən bizə daha yaxşı Neftçi lazımdır. Biz bunu görməyincə, yenə deyirəm, Azərbaycan futbolu elə qaldığı yerdə də elə iməkləyəcək. Orxan, Neftçi Sumqayıt oyununu mən stadionda izləyirdim. Çox maraqlı oyun oldu. Çox belə intriqalı. Davadan ayrıca danışarıq, ancaq mən Verindubun açıqlamalarına diqqət çəkmək istəyirəm. Çünki mətbuat konfransında onun bir sıra diqqət çəkən açıqlamaları oldu. Mən xoşuma gəldi nə? Adam öncədən futbol ictimaiyyətinə açıq şəkildə mesaj verdi. Ondan nələri gözləməli olduğumuzu belə desək altından xətt çəkdi. Dedi, mən sehirbaz deyiləm, 5 günə nələrsə dəyişə bilməzdim. Yəni təbii bu da normal olaraq ortaya qoyulmalı bir mövqe idi və qayıdaraq təkrar disiplin mövzusunu vurğuladı. Neftçidə disiplinin çatmadığını qeyd etdi. Yəqin ki, bu istiqamətdə də işləyəcək. Daha sonra futbolçuların potensialından danışdı. Dedi ki, burada yaxşı futbolçular var. Ümumilikdə ilkin açıqlamaları
müsbət təəssürat doğurur. Ümid edirik ki, danışdığı kimi də futbol oynadacaq. Mən də o yəni mətbuat konfransı dediklərini tanışam, getməmişdim stadiona, ancaq tanışam, oxumuşam. Daha doğrusu YouTube-da Neftçinin mən ən çox xoşuma gələn nədir Neftçidə? İndi bunu qoyub ona gedim, deməsəm olmur. Neftçi elə bir ki, hər şeydə bax normaldır, işləyirlər, eləyirlər, bir dənə klub kimi nəticə verə bilmirlər də. Məsələn, Neftçinin Əsas odur da. hə, əslində odur ki, hə, misal üçün mən başqa hansı klubdadır, yəni bəlkə də var ola bilsin ki, necə deyim, xəbərim yoxdur mənim. Neftçidə mətbuat konfransı olub qutaran kimi, bitən kimi YouTube-a yükləyirlər. Girib rahat baxırsan. Yəni adam orada nə deyir? Baş məşqçi. Sözümün canı nədir? Verindub'a baxdım mətbuat konfransı dediklərinə. Adama çox inanmaq istəyirəm. Adam artıq elə belə fərqindədir nə istəyirlər ondan. Bilsən, yenə deyirəm, Neftçi sıradan bir klub deyil. Sən burada gəlib bugün Neftçinin bilsən necə? Bu sadəcə turnir cədvəlindəki vəziyyəti ürək açan deyil deyənə elə belə yığılıb qalıb üstündə illərdir. Yük, əziyyət, nə bilim nə, hamısı yığılıb qalıb. Bir dənə ayağa qalxmaq lazımdır ki, bu üstündəkiləri atasan belə. Ayağa qalxasan deyəsən ki, mən buradayam. Bax, Neftçiyə bu dəqiqə o lazımdır. Bilmirəm də, Verindub'un ona gücü çatar, çatmaz, oxşuyur. Oxşuyur. Az da olsa elə bil ki, Verindub'un gözlərində mən o qığılcımı gördüm. İstəyirəm ki, o qığılcım, yenə deyirəm, birazdan o alova çevrilsin. Verindub ağzından alov çıxarıb, hamı ilə elə oynasın ki, bilsən, bax, heç içədir, nə bilim, indi Sumqayıtla oyunuydu, deyək ki, birinci oyunuydu Verindub'un, yaxşı başlamışdılar, hələ hamı bunu deyir ki, Birinci qolda yaxşı qoluydu. Hamı deyir ki, Neftçi hələ bu qədər hücum futbolu oynamamışdı, yəni bu qədər hücum eləməmişdi. Nəsə, sadəcə onu 90 dəqiqə gətirə bilmədilər, Verindub da axırda dedi ki, fiziki Gücümüz çatmadı. Çatmadı. Axsamalar var idi. Ancaq indi məsəl mənim maraqlıdır Samir Abbasov bu sualına cavab verər misal üçün. Mən deyim ki, Samir Abbasov gələndə də nizam-intizamla bağlı xeyli dəyişiklik elədi. Misal üçün Yuri Matyas var idi. Orada demək olar ki, at oynadır da Neftçidə. Bütün diqqətləri öz üzərinə cəmləmişdi. Başladılar birinci Yuri Matyasdan. Sonra digər futbolçular vardı. Onları göndərdilər. O nizam-intizamı necə deyirlər, bərpa eləmək üçün. İndi yəqin ki, öhdəsindən tam gəlməyib ki, Yuri Verindub da deyir ki, misal mən də xüsusi diqqət yetirəcəyim məqam nizam-intizamla bağlıdır. Ancaq hər ikisinə haqq qazandırıram. Bu günləri uğur olan yerdə nizam-intizam qaçılmazdır. Hökmən çox vacibdir. Yəni bu gün misal üçün yenə deyirəm, Qarabağı nümunə kimi göstərmək istəyirəm. Qarabağ nəyin sayəsində uğurlu çıxış eləyir? Nizam-intizamın sayəsində. Kimsə çıx-pıq eləyə bilər komandada? Yox. O vaxt iki Azərbaycanlı var idi. Adlarını çəkmək istəmirəm. İkisi də bu dəqiqə Premyer Liqada oynayırlar. Qurban Qurbanovun yanındaydılar Qarabağda. Milli komandada oynayıblar. İclas olub. İclasa gecikiblər. İclasdan sonra sağollaşdılar komanda ilə. Yəni kimsə özün nə bilim, mən məsəl 5 dəqiqədə gec gedə bilərəm. Nizam-intizam deyilən bir şey var. Qardaş, bu qanundur klubun daxilində. Bu hamı üçün eynidir. Sən göydən düşməmisən. Yəni belə xırda şeylər var. Əslində adamlar var, futbola ancaq televizordan 90 dəqiqəni də heç axıra kimi baxmazlar. Onlar məsəl çox şey danışa bilərlər. Ki, filan şey filan cür oldu, nə bilim filan şey. Məntiqli yanaşma deyilən bir şey var da. Əsaslandırmaq lazımdır. Yenə biz Sumqayıt oyununda dava qırğının şahidi olduq. Bu dəfə məşqçi dalaşmadı, amma yenə biz dava gördük. Dava bizəm bu artıq ondan irəli gəlir ki, prinsipiallıq var, həm də Saşa İliç Serbdir. Saşa dalaşmırdı bu da. Yox, bildim artıq təməlim qoyub da adam. Orada özü də dalaşmasa artıq fikirləri orada da Allah bilir, o davanın içindədir. Yəni demək istəyirəm ki, bilirsən Sumqayıtlar dalaşqan olurlar açıqda. Ancaq axır vaxtlar bu prinsipiallıq da biraz artıb deyənə Saşa İliç də bura bir şeylər qatıb ha. İnan mənə. Elə bir ki, yeməyə qoyublar qazın üstünə, 5-6 nəfər oturub qıraqda yemək gözləyir ki, hazır olsaydı yeyərdik. Hərə bir dəfə gəlir, elə bilir heç kim duz tökməyib ona. Biraz duz qatdı, çıxdı, getdi. Axırda görürlər ki, o şordur. Yəni nəticə olmayandan sonra məlum olacaq ki,
O yemək şordur. Başa düşsən nə demək istəyirəm? Yəni bu günləri Saşa İliç gəlib, o da elə bil biraz azarkeşləri də elə bil necə deyim qaldırıb ayağa. Bizə hərdən çempionatımıza belə məşqlər lazımdır. Lazımdır ki, necə deyim sənə, rəng qaçsınlar. Yoxsa hamı otursun misal üçün karvanla imişli oynayacaq. Rəng qatmaq dalaşmaqdır ki. Bir səncədir. Daha da həvəsləndirirlər. Mən demirəm, dava olsun hər dəfə. Dava nəyin göstəricisidir? Gərginliyin. Deməli orada gərginlik var ki, dava olub da. Gör nə qədər yəni o şeyə kökləniblər ki, oyna. Bir də görürsən ki, bir şeyə o qədər adını nə deyim bilmirəm də. O qədər istəyirsən, o qədər. Bir şeyi o qədər istəyirsən ki, yandırarsan orada. Yəni o istəyə çatmağın əvəzinə yandırarsan. Yəni yanlış yola girərsən. Yəni başa düşürsən, o qədər yəni həvəslə oturub oyunu gözləyiblər ki, hamı misal üçün nə bilim o oyuna bir 3 xal gözü ilə baxıb falan filan. Gəliblər özü də Sumqayıt necə oldu? 2-0 udzur. Sonra gəlir 2 top vurur. 2-2. Bu nə idi? Oyunda hər şey var idi da. Çünki maraqlı qarşılaşma idi həm açığı. Həm də gərginliyi də pik həddə idi. Orada kimisə başına çatlamalı idi. Turun digər bir maraqlı qarşılaşması sabah Turan-Tovuz, daha doğrusu Turan-Tovuz sabah oldu. Biz orada istefa şüarları eşitdik, maraqlı nəticə gördük. Araz Naxçıvandan sonra istefaya yönəli daha bir məşqi gedir. Ancaq burada vəziyyət bir qədər fərqlidir. Səncə Qurbanverdiyev getməlidir indi? Elmar Baxşıyev dedim, ağzından alov çıxarsın gərək. Qurbanverdiyev də qardaşlar, mən Qurbanverdiyev gələndə mən bu haqda elə heç ara danışmamışam da bu Turan-Tovuzla, Qurbanverdiyevlə bağlı. Yəni özdə bu son olanlara fikir bildirməmişəm açığı. Ancaq Qurbanverdiyevin getməyin istəyənlər çoxdan var. Gəl açıq danışaq. Qurbanverdiyev hələ bura tez-tezə gəlmişdi. Artıq kimlərsə mız qoymağa çalışırdı. Orada klubun daxilində də məncə bir şeylər var. Ancaq gəlin tələsməyək qardaşlar. Bu adamın ikinci mövsümüdür. Əlinin altında elə sənə deyim ki, belə wow deyəcək transferlər də yoxdur. Normal transferlərdir. Onlar da Portuqaliyanın ikinci liqasına üst tuturlar transfer eləmək üçün. Ancaq Qurbanverdiyev bilsən kim ki deyir ki, nə bilim, yaşlıdır, adam artıq nəticə verə bilməz. Belə yazmışlar keçən dəfə. Geçsin nəvələrlə oynasın, nəminədir. Tələsməyin. Mövsümün hələ necə deyirlər, ilk yarısı yekunlaşmayıb. Bizi hələ daha yarım mövsüm gözləyir. Araz Naxçıvandan fərqli olaraq ancaq Turan-Tovuzda mənzərə bir qədər fərqli görünür. Sanki klub məşqçinin arxasında dayanır. Yoxsa mən yanılıram? Bax, onu düzgün vurğulayırsan. Yəni onunla bu iki dənə klub, iki dənə baş məşqçi haqqında mətbuatda gəzən söz-söhbət, şayələr, xəbərlər. Ancaq Araz Naxçıvandan fərqli olaraq Turan-Tovuz klubu baş məşqçinin arxasındadır. Məncə tələsməyək. Çünki bizim çempionata Aytaç hər gün belə Qurbanverdiyev kimi, yəni səviyyəsində daha doğrusu məşqçi gəlmir. Darıxmayın. Komanda hələ Qurbanverdiyev rəhbərliyi altında ikinci mövsümdür. İkinci mövsümdür oynayır. Birinci mövsümdə pis olmamışdı. Avrokuboklara getməyə son anda şanslarını əldən verdilər. O da Qarabağ Ölkə Kubokunun finalında Sabaha udzur. Sabah gedir, Turan-Tovuz qalır. 4-cü yerdə tamamladılar. Yəni 4 yerdən birini tutmuşdu da. Üçüncü, bürünc medal qazanmamışdı. Ancaq 4-cü yeri tutmuşdu. Sən nə bilirsən Turan-Tovuz mövsümün axırına nə edəcək? Biraz gözləyək də. Düzdür, qeyri-stabil çıxış biraz açığı narahat eləyir adamı. Çünki görürsən ki, hərdən gedir elə komandanı udur, gəlir hərdən elə komandaya udzur ki, ancaq uduzduğu komanda da Sabahdır da. Yəni nəzərə almaq yox, bu lazım. Sabahı başa düşdüm. Yəni təkcə mən bu oyunu demirəm, ümumiyyətlə deyirəm. Ya hərdən elə komanda ilə elə neçə göstərir. Bir dənə bax məğlubiyyətdə. Deyəsən heç şey oynamır da Turan-Tovuz. Ancaq elə ya udurlar ya uduzurlar. Allah rəhmət eləsin, Vüqar Həşimova şahmatçı var idi. Ancaq udmaq üçün oynayırdı. Ya udardı ya uduzardı. Yəni şahmata heç şey də var axı. Ya udardı ya uduzardı adam. Yəni Turan-Tovuz indi ya udur ya uduzur. O da hərdən elə komandalar uduzur ki. Azarkeşlərlə narazı salan budur. Xüsusilə Tovuzdakı oyunlar. Turan azarkeşləri digər klublara da nümunədirlər məncə. Futbolla yaşayanlardan biri də Turan-Tovuzun azarkeşləridir. Adamlar Bakı demirlər, Şəki demirlər, Quba demirlər, Qusar demirlər. Hara getdi, Turan-Tovuz oradadılar. Yəni bir dənə bax Turan-Tovuzun azarkeşlərinə, işlərin güclərini atdılar, qardaş, gəlirlər futbola baxmağa. Mən başa düşürəm, hər oyunda udmaq istəyirsən. Ancaq deyir arzuların alınanı var, alınmayanı var. Bu da belə bir şeydir. Yəni heç kim qarantiya vermir ki, Qurbanverdiyev yox, hesab Pep Guardiola da olsa orada.
Yəni bütün oyunları udmaq kimi necə deyim, bir şey yoxdur da, belə heç bir kitabda belə bir şey yazılmayıb. Şamaxının qələbəsi münasibətilə səni təbrik edirəm bir Şamaxılı olaraq. Təşəkkür edirəm. Təşəkkür edirəm. Hə, mənim əslim köküm Şamaxılıdır. Şamaxının da qələbəsini sevindim, ancaq mənim üçün fərq eləmir açıq deyim sənə. Komanda azarkeşi. Hə, yəni heç bir komandanın azarkeşi deyiləm mən. Sadəcə bu həm də bir prinsipiallıq var idi Şamaxı ilə Zirə arasında. Gəl açıq danışaq. Ancaq oyun mənə o qədər də maraqlı gəlmədi. Niyə geri dönüş var idi? Zirə bir top vurub, sonra Şamaxı 2 top vurub. Kimlərdən vurub? Maçında məsələn mənə daha maraqlı gəldi Turan-Tovuz Sabah. Ancaq deyim ki, Zirə Şamaxı oyununu oturub o qədər maraqla izlədim, yox. Bu bilsən nəyin prinsipiallığı idi? Yadvıq milli komandanın baş məşqçilərin duelində Ayxan Abbasov qələbə qazandı. Düzdür, bu elə bir şeydir ki, indi bu günləri Ayxan Abbasov udub, sabah Gövsən Rəşad Sadıqov udur. Sadəcə bunların da bir maraqlı duelləri var. Mən valla həmişə yəni böyük həvəslə baxıram Şamaxı Zirə və yaxud da Zirə Şamaxı oyunlarına. Yəni maraqlıdır mənə. Özdə Zirə də axır vaxtlar gözünü tikib şükür Allah Şamaxının oyunçularına. Yəni bir dənə bax Konatesindən tutmuş, nə Mikelsinə kimi oğurub aparıblar da ora. Yəni demək istəyirəm ki, Şamaxı bu günləri doğrudan ölkədə tək-tük klub var ki, sponsoru yoxdur. Şamaxı onlardan biridir. Turun digər bir qarşılaşması Kəpəz-Qəbələ maçı haqqında fikirlərini öyrənmək istəyərdim. Əslində sürpriz nəticə deyildi. Son vaxtlar xüsusən də Azər Bağırovun ikinci dəfə dönüşündən sonra Kəpəzə ikinci dəfə qayıdışından sonra komandada müəyyən mənada müsbət dəyişikliklər özünü göstərir. Hələ göründü bunlar Gəncədə stadion doldursalar, yəni doğma azarkeşlər önündə oynasalar nə olar da? Vallahi. Mən sənə bir şey deyim. Məsəl üçün bu illəri Premyer Liqaya gələn o 3 klub var. İmişli, Karvan, Yevlax, bir də Qəbələ. Onların içində ən yaxşı İmişlidir. Birazdan o oyunla bağlı da söhbət eləyirik. Orada xüsusən vurğulamaq istəyirəm. Hə, qaldı ki, bu digər komandalara, məsəl üçün Qəbələnin xüsusən, burada Qəbələdən danışım. Qəbələdə hər şey elə pis deyil əslində. İşləyirlər, nəsə eləməyə çalışırlar, ancaq bir yerə qədərdir. Fikir versən, nə qədər oyunda komanda hesabı da açıb oyunda. Sanki bitiricilik çatmır. Ancaq hə, o son nöqtə lazımdır. Bilsən, sonda bir dənə ayağa qalxıb, yumruğu belə stolun üstünə çırpmaq ki, bax bu oyun mənim idi. Demək lazımdır. O sözü deyə bilmir. Boşluqlardan irəli gəlir bəlkə də. Boşluqlar deyəndə bilsən necədir? Bu indi biz hər dəfə bu transferlərə xərclənən pulları, zatları beləncə oturub müzakirə eləsək, Premyer Liqa klubları arasında elə ən az futbolçulara xərclənən pul həm də Qəbələdə olub, mənə elə gəlir ki. Çünki futbolçular yenə deyirəm, gəlirlər bir yerə qədər, sıxadaca elə bil atır o kisənin ipin çiyninə, yola qədər çıxarır. İndi yolda düz getmək lazımdır. Finişə qədər. O finişə çata bilmir Qəbələ. Bəli. Ümumilikdə oyun haqqında nə düşünürsən? Oyun haqqında yenə də Qəbələdə pis oynamadı. Ancaq misal Kəpəzi xüsusən qeyd edərdim burada. Çünki Azər Bağırovun sən də bir qədər əvvəl dedin. Azər Bağırovun komandaya dönüşü, komandada əməli başda elə bil ki, əhval-ruhiyyəni də yaxşılaşdırıb. Yeri gələndə heyətlə bağlı danışanda elə Qəbələ haqqında dediklərimizi Kəpəzə də aid eləmək lazımdır. Kəpəzin heyətində hansı belə wow deyə biləcəyimiz bahalı transfer var ki, yox. Ancaq elə bil Azər Bağırov bir işlər görməyə çalışır və işlərdə artıq özünü göstərir. Maraqlı nəticə idi. Digər bir təəccübləndirən oyun və nəticə isə İmişli və Karvan Yevlax oyununda qeydə alınan 1-1 hesablı bərabərlik oldu. Əslində nəzərə alsaq ki, hər iki komanda aşağı liqadan gəlib, təəccüblü nəticə deyil. Ancaq çempionat ərzində göstərdikləri performansa baxanda, biz Karvan Yevlaxı da görürük, İmişlini də görürük. Mən düşünürdüm ki, yəqin ki, İmişli belə desək, ciddi bir hesabla öndə olacaq, ancaq onu görmədik. 1-1 gördük. Bəlkə ola bilər ki, meydança faktoru da var idi burada, yaxud da digər problemlər var idi deyə bilmərəm. Ancaq düşünürdüm ki, yəqin ki, Karvan Yevlaxın indiki vəziyyətində daha belə desək ciddi xal hesabı görə bilərik. Amma görmədik. İmişli razıyam sənə, yenə deyirəm, qayıdıram biraz əvvələ. İmişli 3 komandadan ən yaxşısıdır. Premyer Liqa bu mövsüm qalxanlardan. Yəni nəticələr də turnirin cədvəlində bunlar hamısı demək ona əsas verir. Həm də fərqli rəqiblərlə fərqli nəticələr əldə ediblər. Bilsən, Karvanda ancaq Füzuli Məmmədovun deməli burada nələrsə əldə edəcəyin zaman lazımdır. Görək.
hələ ki komandanı o düşdüyü vəziyyətdən çıxara bilmir. Ancaq Füzuli Məmmədov oyundan sonra mətbuat konfransında dedi ki, elə oyunun ən ədalətli nəticəsi heç şeydir. İmişli səhv eləmirəmsə oyunun sonuna yaxın hesabda irəliyə çıxdı, ancaq ofsayd səbəbi ilə qolu qeydə almadılar. Deyim ki, nə bilim, ikisi bir-birinə bab iki komanda idi da, yəni oynayırdılar. Kimə verər Allah 90 dəqiqə gözlədilər. Orada da yəni qalib müəyyənləşmədi. Hələ bir top vurub, bir xal qazandılar. Bu dəqiqə həmin o outsiderlər qrupunda olan komandalara bir xaldır. İlin sonuncu turu 16-cı tur gəlir. Bu da maraqlı olacaq. Çünki artıq fasiləyə yaxşı əhval-ruhiyyədə getməyə söhbəti var. Necə ki, mövsümün əvvəli ilk tur var, hamı oradan qalib ayrılmaq istəyir ki, yaxşı başlasın ki, deyir, necə başlayarsan, elə də gedərsən də. Səhər necə açdın? Günün də elə davam eləyər də, elə deyirlər də, hə? Bax, bu da elədir. Bu da elə bir yatmağa gəlsən, son o şam yeməyi üçün əyləşmisən bir masaya, 12 dənə komandanın hərəsi bir stulda oturub, şam yeməyində hərəyə bir sağlıq deyirlər. İndi kimin sağlığı rəhbərliyin xoşuna gəldi söhbətidir. 16-cı tur dekabrın 19-unda olduqca maraqlı bir qarşılaşma ilə, belə desək, Qərb derbisi ilə start götürəcək. Kəpəz Turan-Tovuz oyununu izləyəcəyik. Qurban Berdiyevə bu oyun daha çox vacibdir. Düzdür, Kəpəzə də lazımdır. Kəpəz də yəni Avrokuboklar üçün mübarizə aparmır bir şeydir. Sadəcə Qurban Berdiyev ətrafında gəzən bu söz-söhbətə nöqtə qoymaq üçün bu oyunu Turan-Tovuz hökmən udmalıdır. Udmalıdır ki, əhval-ruhiyyə deyirdim, biyəx ki, qışa elə bir əhval-ruhiyyədə getsinlər ki, ən azı hələlik bu Qurban Berdiyevin istifasını tələb eləyənləri sakitləşdirsinlər. Sonra yenə dediyim kimi, valla dəstək olmaq lazımdır, gözləyim mövsümün sonun. Əgər olmaz bir şey, ondan sonra, yəni onsuz da yeni gələcək baş məşqçi valla yəni qeyri-adi nəsə eləyib mövsümün sonunda Turana mükafat qazandıra bilməz. Mən buna inanmıram. Ona görə də bu oyun Turan-Tovuz üçün daha vacibdir demək istəyirəm ki, bir tərəfdə də Kəpəz var. Kəpəzin də Premyer Liqada qalmaq mücadiləsi aparır. Azər Bağırov ordadır. Başa-baş oynayacaqlar. Bir tərəfdən Qərb derbisi adı üstündədir. Başa-baş oynayacaqlar çünki hər iki tərəfə xallar lazımdır. Hər iki tərəf bu oyundan 3 xalla ayrılmaq istəyir. Mən indidən deməyə çətinlik çəkirəm ki, 90 dəqiqənin tamamında həmin oyundan 3 xalı kim qazana bilər və yaxud da bəlkə də heç şey olacaq. Yəni bilmək olmaz nə olacaq, nə olmayacaq. Ən azından gözləmək lazımdır. Məncə azarkeşləri çox maraqlı bir 90 dəqiqə gözləyir. Turun ikinci maçı Karvan Neftçi qarşılaşması olacaq. Ya Vernidub. Karvan onsuz da vəziyyəti ürək açan deyil. Neftçidə vəziyyət yaxşıdır ki, yox. Ancaq yenə də Vernidub burada necə deyim, özünü göstərmək üçün əla bir fürsət düşüb Vernidubun əlinə, qış fasiləsinə yaxşı əhval-ruhiyyədə getmək üçün bu oyunu udmaq lazımdır. Rəqib də misal üçün Sabah, Zirə və yaxud da digər Avrokubok uğrunda mübarizə aparan bir komanda deyil. Outsider klublardan biridir Karvan. Yəni bu oyunu udub yaxşı əhval-ruhiyyədə getmək olar. Bu həm də bu oyun Vernidub üçün də çox vacibdir. İlk qələbəsini qazanmaq baxımından. Səncə qazana biləcək? Çox çətindir indidən demək. Çünki Vernidub hələ təzə gəlib ikinci maçıdır. Birinci oyunda müəyyən bir yerə qədər komandanı dartdı. Ondan sonrası getmədi. 2-0 irəlidə ola-ola sonradan 2 top buraxdılar. İndi maçın gedişatından asılıdır. Oyunun əvvəllərindən. Ancaq outsiderə qarşı oynayır. Nəzərə almaq lazımdır ki, həmin oyunda rəqib Sumqayıt. Bir şey var ki, bu dəqiqə outsiderə də xal lazımdır ki, ən azı yəni heç-içəni qoruyub saxlamaq üçün nə vururam, nə də bizə vur demək üçün etibarlı müdafiə də lazımdır Karvana. Başa düşürsən, Karvan əlindən gələni eləyəcək ki, heç olmasa bu oyunda uduzmasın. Qələbə də qazanmaq, necə göydən düşmə bir hədiyyə olar Karvan üçün. Ancaq yenə də ən azı çalışacaqlar ki, bu oyunda məğlub olmasınlar. Məğlub olmamaq üçün mübarizə aparacaq Karvan. Zirə İmişli. Zirə İmişli maraqlı oyundur. Zirə sonuncu turda Şamaxıya uduzub. İmişli Karvanla heç şey oynayıb. İmişlinin də İmişli mövsümü başlayanda hamı bir tərəfdən düşmüşdü açıq İmişlinin üstünə ki, Portuqaliyalı məşqçidir, Çexiyada 3-cü liqada çalışıb falan filan, burada gəlib nə edəcək? Ora bura ancaq zaman göstərdi ki, yox İmişli, yəni o necə Avrokuboklar uğrunda mübarizə aparan komandalara dirəşə bilir. Yəni o potensial var. Burada da dirəşəcəklər. Ancaq
Şamaxıya uduzan Zirə İmişliyə də uduzacaqmı? Bu sualın cavabını ancaq 90 dəqiqənin tamamında tapmaq olar. Maraqlı oyun olacaq. İmişli də asanlıqla oyun başlayan kimi əllərini qaldırıb mən təsliməm deməyəcək. Mübarizə aparacaq. Yəni o mənada, yəni belə baxanda fikir versən, bütün oyunlar haqqında qısa-qısa da olsa danışdıq. Kiminsə asanlıqla qələbə qazanacağını indidən demək çox çətindir. Səncə Qarabağ Qəbələ üzərində asanlıqla qələbə qazanmayacaq? Bax bir dənə görsən nə deyirəm. Qəbələnin Qarabağa qarşı oyunlarına bax bir dənə. Elə bu mövsüm. Başqa motivasiya ilə oynayır. Hə, bilirsən Qarabağda artıq istirahətə gedir, əhval-ruhiyyə. Yəqin ki, oyuna qədər bir neçə futbolçu da düşərgəni tərk eləyəcək. Çünki yolları çox uzaqdır. Əksəriyyəti okean o tayından gəlirlər, Braziliyadan falan filan. Yəqin yenə ikinci heyətlə, yəni əvəzedici heyətlə çıxar Qarabağ bu oyuna. Qəbələ də istəyir də nəsə eləsin. Yenə deyirəm, bu hər oyuna Qəbələ nəsə eləmək ümidi ilə çıxır, hərdən alınır, hərdən alınmır. Nə bilim, kim uduzmaq istəyər ki? Bu tur mənim ən maraqlı gözlədiyim oyun Şamaxı Araz Naxçıvan qarşılaşması olacaq. Çünki əgər ona qədər Elmar Baxşeyev qalsa, bu oyun həlledici ola bilər. Yenə deyirəm, Elmar Baxşıyevin üzərindən bu təzyiqi atmaq lazımdır, cənablar. Yəni, Araz Naxçıvan rəhbərliyi ən azından çıxıb bir Elmar Baxşıyev həvəsləndirəcək, əlavə motivasiya verə biləcək bir-iki cümlə demək lazımdır mətbuata. Əgər arxasında dayanmazsansa, Elmar Baxşıyev bundan sonra yəni, ondan uğurlu nəticə gözləməyin də mənası qalmaz. Adam bilsə ki, arxasında kimsə var, kənarda çox adam çox şey deyə bilər. Amma mənim arxamda kimsə var, dəstəkləyirlər məni. Adam əlindən gəlir, yenə də çalışacaq nəsə eləsin. Ancaq Şamaxıdır da, öz aramızda. Zirəni də məğlub eləyiblər sonuncu turda. Daha həvəslidirlər. Çox çətin, həddindən artıq. Həddindən artıq çətin. Prinsipial. Səncə hansının qalib gəlmə ehtimalı daha çoxdur? Burada desəm ki, təzyiq Araz Naxçıvanın üzərindədir. O mənada necə deyim, Araz Naxçıvan qələbə qazanmaq üçün yəni 90 dəqiqə can verəcək meydanda. Şamaxıda da biraz Zirə qələbəsindən sonra biraz eyfariyaya qapılmaq söhbəti ola bilər. Hardasa burada 45-in 55-i Araz Naxçıvanı bəlkə daha şanslı görürəm. Həm turun, həm də ilin son oyunu Sumqayıt Sabah maçı. Sumqayıtda qan su yerinə gedəcək. Qan su yerinə gedəcək. Artıq Sumqayıtın da son vaxtlar yüksəlişi, Sabahın özünün də deyərdim ki, Sabah gəlib artıq elə bir mərhələyə çıxıb ki, misal üçün mən indidən deyə bilərəm ki, Sabah Avrokuboklara %100 vəsqə qazanacaq. Buna arxayın olun. Olduqca gərgin bir dənə qarşılaşma gözləyir. Bəlkə də turun doğrudan elə sənin dediyin kimi həqiqətən ən maraqlı, gərgin, prinsipial qarşılaşması Sumqayıtda olacaq. Bu mənada kimisə kimdənsə fərqləndirmək Sabah uduzmaz məncə. Sabahın o qələbə heçəsini deyə bilərəm də. Yəni Sumqayıtda uduzarmı? Sumqayıtda bilsən hərdən güc gəlirlər. İstənilən rəqibə güc gəlməyə çalışırlar. Alınır, alınmaz. Sumqayıtın yeganə çatışmayan problemi qeyri-stabilliyidir. Yəni komanda oynayır. Hər oyuna maksimum çıxır. Yəni maksimum xal qazanmaq üçün çıxır. Alınır, alınmır. Elə oyun olur ki, baxırsan apardılar oyunu. Elə oyundur ki, misal üçün necə deyim, yəni çox çətindir. Bu oyun haqqında da doğrudan artıq bilirsən, əvvəlki kimi deyil. Keçən illə müqayisədə bu illəri Avrokuboklar uğrunda daha çox komanda mübarizə aparır. Üstəlik komandaların elə bil deyir iştah diş altında deyə həvəsə gəliblər elə bil. Görəndə ki, nəsə alınır, həvəsə gəlirlər. Ancaq hara qədər? Bax, onu artıq mövsümün sonu göstərir. Sumqayıt bu dəqiqə yaxşıdır. Qeyri-stabillik imkan vermir ki, komanda indidən çıxsın, hədəf kimi qabağına qoysun kimsə, mövsümün sonunda biz Avrokuboklara vəsqə qazanacağıq. Və yaxud da mükafat qazanacağıq. Misal üçün, 3 medaldan birini qazanacağıq. İndidən Sumqayıt haqqında nəsə demək çətindir. Ancaq Sabah, məncə, mövsümün sonunda həm mükafat qazanacaq, həm də Avrokuboklara vəsqə. Bir sözlə, Aytaç, mən inanıram ki, Sumqayıtlar stadionu dolduracaqlar. Sabahla oyun, belə sözün həqiqi mənasında qırğın oyun olacaq. Yəni, məncə səbirsizliklə gözləməyə dəyər.
Həmin oyunu. Belə görünür ki, qırğın bir tur izləyəcəyik. Doğrudan həqiqətən bütün oyunlara baxırsan, yenə deyirəm, əvvəlcədən kimin asanlıqla qələbə qazanacağını deməyin çox çətindir. Bəlkə bəs eləyir. Sağ olsunlar ki, doğrudan oturub artıq bu ikinci buraxılışımızdır. Səbirsizliklə gözləyin. İnan ki, biz də sizinlə görüşmək üçün səbirsizləyirik. Məndən hələlik bu qədər. Sənin sözün var? Sağ olun.